Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Deməli, bugünkü dərsimiz 4-cü sinif dərsliyində yox, daha doğrusu 4-cü sinifin deməli, rəqəmsal bacarıqlar dərsində olan modul 2, modul 5, dərs 2-dir və burada Scratch ilə tanışlıqdan söhbət gedir. Scratch və skriptlər dərsin adı belədir. Deməli, ilk öncə Scratch və Sprite-in nə olduğu dəftərimizə qeyd olunmalıdır. Scratch-in tərifində deyilir ki, Scratch proqramlaşdırma mühiti, məsələn, cizgi film və ya oyun yaratmağın mümkün olduğu bir proqramdır. Yəni, biz Scratch mühitində cizgi film və ya oyun yaradacağıq. Bu, hal-hazırda biraz sadə, biz böyüdükcə isə daha da qəlizləşə bilər. Bu oyunlar daha da belə ətraflı ola bilər. Sprite isə həmin o cizgi filmdə və ya oyunumuzun personajı olasıdır, yəni qəhrəmanı olasıdır. Burada Scratch sözünü düzgün tələffüz etmək lazımdır. Eyni zamanda Sprite sözünü də. Daha sonra deməli, burada skriptlərin tərifi var. Bu da dəftərə qeyd olunmalıdır. Skriptlər Scratch proqramlaşdırma dilində spritelərin yerinə yetirdiyi proqramdır. Script deməli nə oldu? Həmin sprite'ın, yəni qəhrəmanımızın yerinə yetirdiyi əmrlərdir. Biz əmrlər ilə həmin sprite hərəkətə gətiririk. Daha sonra isə deməli burada bir sıra bloklar var. Bu bloklardan əsas nəyi göstərmək istəyirəm? Deməli, biz həmin sprite'ları hərəkətə gətirmək üçün 2 dənə hadisə bloku var. Biri yaşıl bayraq kliklənəndə, digəri isə sprite kliklənəndədir. Bunların hər ikisi fərqli xüsusiyyətlərə malikdir. Yaşıl bayraq kliklənəndə, yaşıl bayraq ekranın biraz yuxarı hissəsində olur, onu göstərəcəyəm birazdan. Və digəri də sprite. Sprite yəni bizim personajımız idi. Həmin personaj klikləndikdə. Sonra burada belə bir tapşırıq var ki, sprite'in üzərinə kliklədikdə işə düşəcək skripti seçin. Sprite'in üzərinə dediyinə görə burada ikinci doğru cavab olmuş olur. Çünki sprite klikləndikdə cavabı bizə lazımdır. Sprite-in üzərinə klikləmək. Və yadımızda saxlayaq ki, bayraq klikləndikdə də, sprite klikləndikdə də bunlar həmişə ən birinci olur. Çünki axı biz bir şeyə başlayırıqsa, başladığımız şey həmişə ən başda olmalıdır. Ona görə də bu başlanğıc əmrlər ən başda olacaq. Burada isə doğru cavabın ikinci olduğu göstərilir. Sonra burada deməli görünüş bloklarımız var və görünüş bloklarımızın içərisində məsələn ağ bir yerdə salam və 2 saniyə. Yəni salam də 2 saniyə. Biz burada salamı silib yerinə başqa sözlər yaza bilərik bizim cizgi filmimizdən asılı olaraq. Məsələn, salam necəsən və yaxud da əhvalın necədir və s. Bu tipli, yəni bizim oyunumuzdan asılıdır. Orada personajın nə dediyini biz ora qeyd edə bilərik. Və buradakı 2 saniyəni də dəyişə bilərik ki, bu 3, 4, 5 saniyələr olsun. Növbəti libas haqqında isə həmin Scratch mühitinin özündə ətraflı danışacağım. Sonra burada əsas bir şey var ki, gözləmək bloku var. Bu sprite'ı gözlədir. Bayaqki salam de 2 saniyədə olan blokdakı kimi buradakı biz 1-i dəsləyib yerinə 2, 3, 5 və s. digər saniyələr qoya bilərik. Və burada da yazır ki, sprite 1 saniyə hərəkətsiz qalır. Yəni sprite nə isə gözləyir. Burada gələcək dərslərimizdə öyrənəsinik ki, sprite burada başqa sprite'ı da gözləyə bilər və yaxud da sadəcə gözləyə bilər və s. İndi isə Scratch mühitinin özündən danışaq biraz. Bir dəqiqə. Baxın, bu tapşırıqlar olan yerdə həmin mühit daha aydın görünür. Deməli, Scratch mühiti belə bir mühitdir. Bu hissədə bizim əmrlərimiz olur. Bu hissədə bloklarımız olur. Sonra bura bizim skriptləri yazacağımız yerdir. Skript nə idi? Sprite-i hərəkətə gətirmək üçün əmrlərdir. Və bunlar, bu balıqlar var. Bu balıqlar bizim sprite'larımızdır. Bu balıqların arxa fonunda olan səhra da onun arxa fonudur. İndi baxaq nəyə? Baxın, mən deyirəm ki, məsələn, yaşıl bayraq klikləndikdə, baxın, söhbət buradakı yaşıl bayraqdan gedir. Üstünə basanda başlat sözü var. Sprite klikləndikdə isə balığın özündən söhbət gedir. Mən balığı kliklədikdə nəsə baş verir. Məsələn, bir dənə burada nümunə göstərmək istəyirəm ki, burada hamısını qoyublar. Məsələn, deyirəm, yaşıl bayraq klikləndikdə
Ya da orada sprite kliklənişdə də var idi. Növbəti libas. Növbəti libasın nə olduğunu göstərmək üçün bunu bastım. İndi basıram yaşıl bayraq klikləndikdə. Balığımıza bir dənə fikir versək, buradakı balığı. Görürük ki, balıq hər dəfə fərqli formalara düşür. Yəni, əslində bizdə burada libasın nə olduğu barədə bizdə fikir formalaşır ki, libas nədir? Libas əslində geyim deməkdir. Ancaq ki, Scratch-də həm sprite'ın, yəni sprite balıqdan gedir söhbət, sprite'ın rəngi, həm də forması dəyişə bilər. Burada, bəs biz buradakı bu balığı necə dəyişə bilərik? O zaman isə balığın üzərinə basdıqda, baxın aşağıda keçdi. Demək, buranı basanda buna gəlir, buranı basanda buna gəlir. Bu balıq sprite'ına biz başqa əmrlər verə bilərik. Məsələn, buna vermək istəyirəm ki, sprite kliklənəndə, bu da istəyirəm salam desin. Salam desin və haradadır gizlən var idi burada. Bir dəqiqə, hə, gizlən. Salam desin və gizlənsin. Gizlənmək yəni yox olmaq. İndi basıram. Baxın, sprite klikləndikdə mən bayrağı klikləsəm, sadəcə bu işə düşür. Çünki mən bayaq digər balığa mən bayraq klikləndikdə əmri vermişdim. Ancaq bu sarı balığı klikləsəm, çünki onda sprite klikləndikdə vermişəm axı başlanğıcı. Sprite klikləsəm salam deyir və gizlənir, yox olur. Aydındırmı? Və bu da yaşıl bayraqda libasını dəyişir, buradakı balıq. Məncə bu aydın oldu. Sonra isə, deməli, baxın bu aşağı hissədə pişik şəkli var. Bu pişik şəkli bizim sprite'larımızı dəyişmək üçündür. Məsələn, mən buradan qız sprite, şar, banan, yarasa və s. bir çox burada sprite'larımız mövcuddur. Yəni o balığın yerinə qoya biləcəyimiz şeylər. Məsələn, tutaq ki, deyirəm, mən buradan qardan adamı qoydum. Baxın, qardan adam bura düşdü. Yəni, sprite'ları dəyişə bilərəm. Sprite'ı silmək üçün bu hissədə X var. O X-i basaraq, hər birinin üstündə var bu X. Bu X-i basaraq sprite'ı buradan silə bilərəm. Baxın, sildim, getdim. Və bu arada onu da deyim ki, bir dəqiqə. Onu da deyim ki, burada mən bayaqki sarı balıq gizlənmişdi. Buradakı göz işarəsini basanda o gizlənir, gözü açıq gözü basanda isə o yenidən gəlir. İndi əsas məsələ. Burada bir də aşağıda, baxın bu pişik nə oldu? Müxtəlif sprite'lar. Bu qaleriya işarəsi kimi işarə isə həmin sprite'ın arxasında var idi hansı ki səhra, həmin fonu dəyişmək üçündür. Yəni mən balıqların arxasına, məsələn, belə bir yaşıl bir fon da qoya bilərəm, göyçəmənlik fon. Məsələn, istəsəm bu gülləri də qoya bilərəm. Yəni ürəyim nə istəsə qoya bilərəm. Biz bilirik ki, algoritmdə normalda tapşırıqlar yuxarı hissədə, tapşırığın daha doğrusu şərti yuxarı hissədə verilir. Ancaq Scratch-lərdə şərt burada açılan pəncərədə verilir. Tapşırığı yazmaq üçün şərti oxuyuruq. Deyir ki, bu sprite'lara indiki fondan daha uyğun fon olacaq, fonu əlavə et. Deməli, bu fon mən dəyişdim. Bayaq səhra fonu idi. Məlum məsələdir ki, balıqlar səhrada üzmür. Ona görə də biz buradan balıqlara uyğun bir dəniz, göl, bu tipli bir fon axtarırıq və tapırıq. Bu arada imenli bu olmaq zorunda deyil, məcburiyyətində deyil. Başqa fonlar da ola bilər. Əsas odur ki, dəniz olsun. Əsas odur ki, nə olsun? Dəniz olsun, göl olsun, balığın ola biləcəyi bir şey olsun, bir yer olsun. Sonra bunu elədikdən sonra buradakı etdiklərimizi basırıq. Sadəcə mən müəllim hesablı deyə bunu eləyə bilmirəm. Şagirdlər də alınır bu. Sonra ikinci tapşırığa keçid edirik. İkinci tapşırıq çox rahatdır. Yaşıl bayraq klikləndikdə işə salınması skripti təbii ki, yaşıl bayraqdır. Bu çox asandır. Yəni şərti oxuyandan sonra tapşırıqlar həmişə asan olur. Şagirdlərə bunu dəfələrlə deyirəm. Sonra baxın, bu hissədə, hansı ki bu açılıb bağlanan pəncərədə, mən dedim ki, bu hissədə tapşırıq verilir. Burada mən yaşıl bayrağı bassam, bu bizdən istənəndir. Baxın, mən basıram və yarasa qanat çırpır. Əslində yarasa libas dəyişir. Və bunu neyniyəndə eləyir? Sprite-ı basanda eləyir. Bayrağı basıram, heç nə eləmir. Ancaq sprite-ı basıram, bu qanat çırpır. Sonra tapşırığı baxdım, amma heç bir şey beynimdə formalaşmadı. O zaman aşağısını oxuyuram. Sprite-ı klikləyin. Tamam. Deməli, mən bura sprite kliklənəndə qoymalıyam.
Qoydum, yapışdırdım və məlum məsələdir ki, bunlar həmişə ən başda olmalıdır. Sonra aşağıda da bir yazı görürəm. Layihənin başlanması üçün əmr əlavə edin. Basıram görək nə var burada. Sprite kliklənəndə. Deməli, mən bunu əlavə etməliyəm, hansı ki etmişəm və bu qədər. İndi burada Sprite-i klikləyim və görürəm ki, bəli, bu qanad çırpır. Burada yoxla sözü var. Yoxlanı basıram və bu şagirdlərdə yazılır ki, afərin, siz bunu düzgün etdiniz. Ancaq mən müəllim hesab olduğuna görə həmin söz yazılmır. Sonra 4-cü tapşırığa keçid edirik. Yenə eyni şəkildə. Buradan baxaq görək bizdən nə istəyir. Pişik salam deyir və yox olur. Yəni gizlənir. İndi baxıram aşağı hissəyə. Birinci deyir ki, bayraq kliklənəndə bu proses baş versin. Tamam. İkinci deyir ki, pişik salam desin 2 saniyə. Əla. Üçüncüdə isə neynəsin? Gizlənsin. Unuduramsa tez birinciyə baxıram. Deməli, yaşıl bayraq kliklənəndəni qoymalıyam. Sonra ikinci nə idi? Salam de 2 saniyə. Burada hazır şəkildə var. Bir-birinə yapışdırmalıyam. Bu məcburidir. Və ən sonda da gizlən. Gizlən əmrini qoymalıyam ki, axırda pişik yox olsun. Qoymasam olmaz. Bir də onu da qeyd edeyim ki, bu hissədə bunlar bizim yazdığımız hansı ki bura yazmışam mən. Bunlar adlanır script. Demişdi ya, bu pişik nədir? Sprite. Pişik sprite'ımızı hərəkətə gətirən əmrlər adlanır script. Bu sahənin özü hamısı bir yerdə adlanır scratch proqramlaşdırma mühiti. Yenə yoxlanı basıram və yenə yaşıl xətlər gəlir. Deməli bu doğrudur. Dediyim kimi şagirdlərdə isə gəlir ki, afərin, siz bu səviyyəni keçdiniz. Sonra 5-ci tapşırığa baxırıq. Yenə şərtini gözdən keçiririk. Baxıram görək nə edir bu pişik. Aşağını oxuyuram. Proqramı işə salmaq üçün Sprite-ı klikləyin. Kliklədim. Klikləyirəm və pişik nə edir? Gəzir. Əslində bu yenə libas dəyişir. Mən başa düşmədim ki, bu məndən nə istəyir. O zaman aşağını oxuyuram. Deyir ki, Sprite kliklənəndəni bas. Sonra yenə aşağıda bir şərt var. Onu oxuyuram. Növbəti libas və 1 saniyə gözlə. Aşağını bir daha oxuyuram. Sprite asta-asta 2 dəfə libas dəyişməlidir. Baxın, 2 dəfəni gözdən qaçırmıram. Bunun üçün hər libas dəyişdirildikdən sonra gözlə əmri əlavə edilməlidir. Deməli, mən birinci bura Sprite kliklənəndə qoymalıyam. Sonra növbəti libas. Sonra özünün dediyi kimi 1 saniyə neynə? Gözlə. Və yenə. Axı demişdi orada 2 dəfə libas dəyişir. Və hər dəfə libas dəyişəndən sonra 1 saniyə gözlə əmri icra olunur. Bu tapşırıq biraz əvvəlkilərə nisbətən qəliz ola bilər. Ona görə də bu hissəyə 2-3 dəfə dinləməyiniz, baxmağınız önəmlidir. Yoxlanı basdıqda yenə hər yer yaşıllaşdı. Deməli, bu doğrudur. 6-cı və digər tapşırıqlar isə şagirdlərin özünün şəxsi düşüncəsi ilə əlaqəlidir. Artıq bunlar barədə danışmıram. Sağ olun.